Peyğəmbər və ali Peyğəmbərə, Peyğəmbər şəhərindən ucalı sələvat zikr elə. Allahümmə salli alə Muhammed və ali Muhammed. Şəhidlərimizə, dünyasını dəyişən səyyidlərimizə, bizdən əvvəl gəlib dünyasını dəyişən hacılara, məşədlərə, kərbəlaylara, möminlərə, səyyidlərə, boynumuzda haqq olub dünyasını dəyişənlərə və valideynlərimizə, şəhidlərimizlə bahəm sələvat zikr elə. Allahümmə salli alə Muhammed və ali Muhammed. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Hər birimizi, bütün zəvvarlarımızı mübarək Mədinə şəhərindən salamlayırıq. Bu şəhər Mədinə-i Münəvvərə şəhəridir. Yəni nurlanmış, işıqlanmış, Peyğəmbərin gəlişi ilə bu şəhərin adı nə olub? Mədinə-i Münəvvərə. Peyğəmbərin gəlişi ilə bu şəhərin adı dəyişildi. Əvvəl Mədinə-i Nəbi də dedilər, Peyğəmbər şəhəri dedilər. Ondan sonra Mədinə-i Münəvvərə, yəni nurlanmış, aydınlanmış şəhər. Peyğəmbər sələvatullah öz hicrəti ilə Məkkədən Mədinəyə köçməyi ilə bu şəhəri nura qərq elədi, işıqlandırdı, aydınlaşdırdı və iman, ən əsas da imana gətirdi. Nəinki bütün Mədinəni, dünyanın bu dəqiqə elə bir ölkəsi, elə bir şəhəri yoxdur ki, orada bizim Peyğəmbərimizin aşıqı tapılmasın, davamçısı tapılmasın, orada müsəlman tapılmasın. Ona görə həmd olsun Allaha ki, o Allah ki bizə bu gözəl ziyarəti nəsib eləyib. Peyğəmbər sələvatullah da həmən bu gəldiyimiz Mədinə şəhərini seçdi. Peyğəmbər sələvatullah gəldi və öz gəlişi ilə bu şəhərin nura qərq elədi. Bismillahirrahmanirrahim. Bura çox dəyərli və mənəvi məkanlardan biridir. Bura hər bir daşı, hər bir təməli imanla yoğrulan bir məsciddir. Peyğəmbər dövründə tikilən bir məscid, o vaxtın daşları indiyə qədər qalmasa da, o vaxtdan indiyə qədər dəfələrlə sökülsə də, böyüdülsə də, təmir olunsa da, bu məscidin təməli imanla yoğrulub. Daşların əvəzinə imanla tikili bu məscid. Nə üçün? Çünki Peyğəmbər sələvatullah bu məsciddə namaz qılan zaman ayə nazil oldu. Biz sənin üzvü göylərə tərəf tutduğunu görürük, sənin narahatçılığı bilirik. Elə isə üzvü Məkkəyə tərəf üzvü döndər, Kəbə qibləmiz olsun, belə deyək, ayə nazil oldu və Peyğəmbər sələvatullah Bəqərə surəsi 144-cü ayədə olduğu kimi üzünü Məscid-i Qüdsdən Kəbəyə tərəf döndərdi. Bütün sahabələr də qeyri-şərtsiz Peyğəmbərlə bahəm öz qiblələrini çevirdilər. Yəni Allah bizi harda görmək istəyirsə, biz də orada yox. Qeyri-şərtsiz tabi olmaqdır. İman budur. İslam təslimiyyət deməkdir. Peyğəmbərə tabi olmaq deməkdir. Allaha tabi olmaq deməkdir. Sual verməyəcəksən ki, ya Peyğəmbər, nə üçün üzümüzü çeviririk? Nə üçün qibləmiz dəyişir? Qeyri-şərtsiz Peyğəmbərə və Allaha tabi olmaqdır. Həzrət Əli əleyhissalam buyurur ki, insanın dəyəri yönəldiyi məqsədlə ölçülür. Yəni İslam düşüncəsiz itaət deyil. İslam tərəddüdsüz təslimiyyətdir. Və o səhabələr ki, Peyğəmbərə tabi oldular, Allahdan da onu istəyir ki, Allah bizə elə bir iman versin ki, Peyğəmbərin bizdən istədiyi, Allahın bizdən istədiyi hər şeyə tərəddüdsüz təslim olaq inşallah. Allah bizim qəlbimizdə İslamın nurunu bərqərar eləsin. Necə ki, o dövrün səhabələrində, Peyğəmbərin sevənlərin qəlbində İslam bərqərar olmuşdu, Allah qəlblərimizdə İslamı bərqərar eləsin. Əsas yönəldiyimiz səmt deyil, əsas odur ki, qəlbimizin səmti Allaha tərəf yönəlsin. Bu məsciddə çıxan məqsəd budur. Bu məscidin dəyəri budur və yaxud da ki, bizə çatdırdığı məqsəd budur ki, əsas üzümüzə tutduğumuz istiqamət deyil. Əsas odur ki, qəlblərimiz Allaha tərəf dönsün. Allah bizdən nə istəsə, biz də Allaha onu verməyə çalışaq.